Vaxt itirmədən elə təhlillərə keçmək istəyirik. Studiyamızın qonağı isə hüquq müdafiəçisi Əhməd Şahidoğludur. Əhməd bəyi masamızın ətrafına dəvət edirik. Salam, xoş gördük Əhməd bəy sizi. İlk olaraq istəyirəm Əbu Dabi görüşü ilə bağlı fikirlərinizi alaq. Önəmli razılıqlar əldə edildi. Əlbəttə ki, yeni bir, belə deyək, xüsusi bir irəliləyiş yox idi, amma əldə edilən razılıqlar və bundan sonraki sülh gündəliyi ilə bağlı atılacaq addımlar baxımından mənzərə aydın şəkildə təqdim edildi deyə bilərik və əlbəttə ki, bu kimi təmasların da çox önəmi var. Çünki ticarət, iqtisadi əməkdaşlıqla bağlı razılıq, etimad quruculuğu ilə əlaqədar görüşlərin təşkili. Çünki biz bilirik ki, daha çox da Ermənistan cəmiyyətini həm ticarət əlaqələri ilə bağlı, həm etimad quruculuğu ilə bağlı nümayəndələrin gedişi, gəlişi ilə əlaqədar bir mənalı fikir yoxdur. Buna qarşı çıxanlar, ziddiyyətli açıqlamalar verənlər var. Bu kimi görüşlərin keçirilməsi, önəmli mesajların ötürülməsi həm də bu yanaşmalara qarşı bir cavabdır, elə deyilmi? Ümumi dəyərləndirmənizi almaq istəyirəm, daha sonra detallara keçək. Təbii ki, Abu Dhabi görüşü post-münaqişə dövründə mühüm hadisələrdən biridir. Xüsusən də 2023-cü ildən sonra tərəflər arasında görüşlər baş verib və ötən ilin avqust ayında ki, Ağ Evdə imzalanmış bu sülh sənədi paraflanmasından sonra liderlər arasında bir neçə dəfə görüş olub və bu Abu Dhabi görüşü artıq iki ölkə arasında sülh prosesinin yekunlaşmağa doğru getdiyi bir mərhələdə baş verir. Bugün iki ölkə arasında artıq nəqliyyat, kommunikasiya qovşaqları demək olar ki, fəaliyyət göstərir. Azərbaycan öz ərazisindən yük daşımaları Ermənistana icazə verir. Azərbaycan öz istehsal elədiyi neft və qaz məhsullarını belə deyək, Ermənistana tədarük eləyir. Hərçənd ki, bu proses bir qədər uzun sürən prosesdir, amma iki ölkə arasında daha sürətlə davam eləməkdədir. Bu da rəsmi Bakının siyasi iradəsi ilə baş verir. Çünki Azərbaycan tərəfi artıq Cənubi Qafqazda reallığı dəyişmiş bir tərəfdir və Ermənistan artıq reallığı qəbul etmək üzrədir. Hər nə qədər erməni cəmiyyətində revanşist fikirlər, revanşist dairələr qalmaqda olsa da, Ermənistan ümumən bu reallığı qəbul edir və sizin də az öncə dediyiniz kimi erməni cəmiyyətində müəyyən hətta sıravi vətəndaşlar var, sorğular keçirilir. Hətta Azərbaycan belə deyək, neftinin bəlkə saxta olduğu, bu nefti almayaq deyə belə bir inamsızlıq, taxılı zəhərli ola bilər deyə. Halbuki bu beynəlxalq standartlarla tənzimlənən bir prosesdir. Təbii ki, post-münaqişə dövründə cəmiyyətləri sülhə hazırlamaq çətin prosesdir. Dünya tarixində bu bir neçə mərhələdə baş verir. Amma Azərbaycan-Ermənistan arasında bu proses daha sürətlə davam eləyir. İki ölkə arasında artıq qarşılıqlı səfərlər var. Vətəndaş cəmiyyətinin nümayəndələri qarşılıqlı səfər edirlər, media nümayəndələri. Amma hələ ki, o travma qalmaqdadır. Erməni cəmiyyətində daha çoxdur. Təbii ki, Azərbaycan cəmiyyətində də var. Bu müharibənin ağrısını, acısını öz üzərində çəkmiş ayrıca bir təbəqə var ki, onlar hələ də ermənilərlə qarşılıqlı səfərləri, ünsiyyəti həzm eləyə bilmirlər. Bu normal bir prosesdir. Bunu mərhələli şəkildə tərəflər yoluna qoyacaq. Amma Abu Dhabi görüşü təbii ki, gələcəkdə bu prosesi daha da sürətləndirmək və nəhayət 2026-cı ildə yekun sülh sənədinin imzalanması üzərində qurulmuş bir görüşdür. Ermənistanın atmalı olduğu addımlar hələ çoxdur. İlk növbədə əsas qanununa, referenduma düzəlişlər edilməsi gündəmdədir. Çünki Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını özündə ehtiva edən elementlər var ki, bu təbii ki, sülh müqaviləsinə ciddi bir əngəldir. Əgər sülh müqaviləsi imzalanacaqsa, ölkələr bir-birinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığını tanıyacaqsa, konstitusiyada bu məsələ öz həllini tapmalıdır. Bu konstitusiya məsələsində də erməni siyasi dairələrində, xüsusən də müxalif düşərgədə müəyyən müqavimət var. Elə ötən həftə Aşbanın qış sesiyasında biz iştirak edirdik. Orada erməni müxalif deputatlar öz çıxışında az qala Avropalı deputatları inandırmağa çalışırlar ki, güya Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürür, sülh prosesində maraqlı deyil. Güya konstitusiyanın dəyişilməsinə məcbur etmək Ermənistanın suverenliyinə təzyiqdir. Halbuki Ermənistan konstitusiyasında açıq aydın Azərbaycana qarşı ərazi iddiaları var. Bu bir fikir, sadəcə ideologiya deyil, qanun şəklində təsbit olunub ki, bu aradan qaldırılmalıdır. Əgər iki ölkə arasında sabah sülh müqaviləsi imzalansa,
bu konstitusiyaya uyğun deyilsə, bu gələcəkdə konstitusiyaya zidd bir sənəd olaraq qüvvədən də düşə bilər. Ona görə Azərbaycan öz işini daha sağlam əsaslarla tutur ki, ilk növbədə düşmən belə deyək, olmuş ölkənin Ermənistanın konstitusiyasında Azərbaycana qarşı bu elementlər aradan qaldırılmalıdır. Daha sonra sağlam əsaslarla sülh müqaviləsi imzalanmalıdır. Bu baxımdan Abu Dabidə baş tutan görüş ilk növbədə həm Azərbaycan, həm Erməni cəmiyyətinə, həm də bütün dünyaya bir mesajdır ki, Bakı ilə Yerevan arasında artıq birbaşa təmas var, dialoq var. İndiyə qədər biz gah Rusiyanın, gah Avropanın və son olaraq Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə görüşürdüksə, bugün artıq Bakı ilə Yerevan arasında, Azərbaycan və Ermənistan rəhbərliyi arasında birbaşa təmas var. Məsələləri özümüz müzakirə edirik, özümüz çıxış yolu tapırıq və özümüz razılaşdırırıq. Bu ən böyük uğurdur. Yəni bugün münaqişə tərəflərinə baxsaq, dünyada mövcud münaqişənin tərəflərinə baxsaq, onların birbaşa dialoq problemi var. Bugün Ukrayna və Rusiya arasında hətta vasitəçilər belə ortaya atılsa da görüş baş tutmur. Amma Azərbaycan, Ermənistan Cənubi Qafqazda bir nümunə ortaya qoydu ki, müharibədən həmən sonra artıq tərəflər heç bir vasitəçi olmadan görüşlər keçə bilirlər. İqtisadi ticari əməkdaşlıqla bağlı yeni addımların atılacağı da razılaşdırıldı. Artıq siz vurğuladınız, orada taxıl tədarükü ilə bağlı neft qaz məhsulları ilə əlaqədar növbəti dəfə hansı məhsulların ticarəti ola bilərdi? Artıq bir belə araşdırmada aparılır. Hər iki tərəf bir-birinə siyahıları da təqdim edib. Amma belə deyək, proqnozlaşdırılan hansı məhsullar ola bilər və bu dəfə belə deyək, nə kimi reaksiyalar gələcək hər iki ölkə cəmiyyətindən? Təbii ki, Azərbaycan və Ermənistan iqtisadiyyatı bir-birlə müqayisə ediləcək səviyyədə deyil. Azərbaycan demək olar ki, həm iqtisadi, həm sosial, həm qida məsələləri bir çox sahələrdə öz-özünü təmin edən bir istehsala sənayeyə sahibdir. Ermənistanla bağlı bunu demək bir qədər çətindir. Çünki Ermənistan xaricdən ithal olunan məhsullar hesabına ayaqda durmağa çalışan bir ölkədir. Bu baxımdan əgər qarşılıqlı ticarət dövriyyəsinin artırılması, hələ ki Azərbaycan ancaq Ermənistana neft və qaz məhsulları ixrac edir. Əgər bu qarşılıqlı ticarət dövriyyəsinin yüksəldilməsi barədə danışırıqsa, təbii ki Azərbaycan istehsalı olan məhsulların Ermənistana ixrac edilməsi daha çox gündəmdədir. Ermənistandan nə ala bilərik deyə hələ ki ağlıma bir şey gəlmir, amma yenə Ermənistanın müəyyən kənd təsərrüfatı məhsulları, erməni əriyi deyirlər, məşhurdur, mən dadmamışam, amma belə məhsulları Azərbaycan ixal eləyə bilər. Təbii ki, bu qarşılıqlı etimad mühiti zaman-zaman cəmiyyətlər arasında bir travma olacaq. Təsəvvür edin, marketdə hər hansı bir, bizim özümüz belə buna hazırıqmı? Bir qədər zaman lazımdır buna. Marketlərdə, dükanlarda hansısa bir erməni məhsulu, dərhal bu sosial şəbəkələrdə, medialarda müzakirələr gedəcək, bu saxtadırmı, dövlət qurumlarından reaksiyalar gələcək, bəli, bu sertifikatlaşdırılır falan. Bu bizdə olacaqsa, bunun 10 qatı erməni cəmiyyətində olacaq. Çünki onlar bu müharibədən travmalı çıxıblar, məğlub bir cəmiyyətdir. Hələ də o Azərbaycana, Türkiyəyə qarşı revanşist, o nifrət fikirləri qalmaqdadır ki, bu təbii ki zamanla həll olunan məsələdir. Bir neçə mərhələdən sonra ki bu şübhələr, bu ehtiyatlı davranış, şayələr öz əksini tapmayandan sonra artıq iki ölkə arasında təbii ki bu ticarət dövriyyəsi genişlənməyə doğru gedəcək. Əhməd bəy, müzakirəmizə keçməzdən öncə Ermənistandan konstitusiya açıqlaması da gəldi, onu da təqdim etdik. Vurğulanır ki, artıq mart ayında yekunlaşacaq müzakirələr, 6 ay isə tam olaraq Ermənistanın yeni konstitusiyası hazır olacaq. Maraqlısı burasındadır ki, bugün bu açıqlama gəldi, Abu Dabidə görüşlərin olduğu bir müddətdə. Önəmli bir siqnal kimi qiymətləndirə bilərik. Ermənistandan bu açıqlamanın gəlməsi nə deməkdir? 6 ay sonrasında həqiqətən də bir sülh sazişi imzalanırmı yəni? Təbii ki, əslində Ermənistan cəmiyyətində, Ermənistan belə deyək, daha dəqiq desək, siyasi kulvarlarında bu hazırlıq var. Çünki Azərbaycan-Ermənistan arasında elə Ağ Evdə razılaşdırılmış məsələlərdən biri də bu konstitusiyaya edilən dəyişiklikdir. Sadəcə seçki öncəsi olduğundan Ermənistanda bilirsiniz, iyun ayında parlament seçkiləri keçiriləcək. Seçki
seçki öncəsi Ermənistan baş naziri Nikol Paşinyana və onun komandasına qarşı revanşist güclər var. Siyasi düşərgə, erməni kilsəsi, xaricdən dəstəklənən faktorlar var, erməni diasporası var. Onlar bütün güclərini səfərbər ediblər ki, Nikol Paşinyana qalib gəlsinlər. Belə bir həssas məqamda bu konstitusiyaya dəyişiklik məsələsini birbaşa erməni cəmiyyətinin qarşısına çıxarmaq Paşinyan üçün bir qədər riskli olduğundan bunu yumşaq formada həll etməyə çalışır. Amma Abu Dhabi görüşünün həmən ardından belə bir açıqlama verilməsi təbii ki, artıq Ermənistanın bununla bağlı konkret qərar verildiyini göstərir. Mart ayında bəli, cəmiyyətinə hazırlıq gedir və elə Nikol Paşinyanın sərhəd bölgələrinə səfərləri, orada açıqlamalar verməyə ki, artıq Ermənistan və Azərbaycan arasında əli silahlı əskərlər dayanmır. Bu qarşılıqlı etimadı göstərir. Burada yaşamaq təhlükəsizdir. Mən bir baş nazir olaraq bura gəlmişəm, səfər edirəm. Bütün bu proseslər onu deməyə əsas verir ki, erməni cəmiyyəti artıq konstitusiyanın dəyişilməsinə hazırlanır. Hətta belə bir fikirlər var ki, iyun ayında keçirilən seçkilərlə referendum eyni anda baş verib, həm yeni parlament seçiləcək, həm də referenduma dəyişikliklər səs verməyə çıxarılacaq ki, bununla da artıq Azərbaycanla Ermənistan arasında bu sülh müqaviləsi imzalanmasına daha bir əngəl ortadan qalxır və mən düşünürəm ki, seçkilərdən həmən sonra Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalana bilər. Aydın, çox sağ olun Əhməd bəy. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün önəmli təhlillərə görə. Dəyərli izləyicilər, regionun prosesləri ilə bağlı geniş şəkildə danışdıq. Əsas müzakirə istiqamətimiz Abu Dhabi görüşünün detalları idi və digər tərəfdən Ermənistanın konstitusiya açıqlaması gəldi ki, bütün bunları biz geniş şəkildə danışdıq.